Mişli qovurma. Bəli, mişli qovurması sırf qara tikədir. Bunun çok iyi yağlaması. Kayseri. Bizə məşhur yemək. Yeməğimizin qiyməti 8 manat. Çorbalarımız var. Ne şorbasıdır? Yok, fasulyedir. Fasulye çorbası. Yani dolmalardır. Bu yağla çorbası. Mərzidir. Bu mərci şorbası. Evet, bu açıq. Salam dostlar. Bugün Bakıda bir maraqlı restoran tapmışam. Gəlmişəm. Stolver restoranıdır. Çoxlarınız tanıyırsınız. Amma ki, bəlkə də içərisinə girməmişsiniz. Yaxud da girmişsiniz. Çox şərhlərdə yazırsınız ki, mən bura haradır. Mən də gəldim buradan bu hazırladım. Çox gözəl restorandır. Həqiqətən içəri daxil olacağım, içəridə olan göstərəcəm yeməkləri, pişmə prosesini, hazırlanma prosesini. Mütləq siz də videomu bəyənin dostlar, şərhlərdə fikrinizi bildirin və kanala abunə olun ki, belə maraqlı yerlərdən, videolardan tapım sizlərə göstərim. Və gəlmək üçün qarşıdan Xətai metrosudur, oradan da gələ bilərsiniz. Xətai metrosundan bu tərəfdə Ağşəhərdə, oradan da gələ bilərsiniz. Və gələrkən belə qarşılayacaq sizi Pepsi, Slovaya nömrə 8 imişli qovurma. Belə. İndi mən sənə daxil olacaq. Yeməkləri göstərəcəm sizlərə. Belə içəri dostlar, görə içəridə yeməklərlə danışacağım sizlərə. Tərtəmə yeməklər var, bax kebab setlərdir bunlar. İstəsəz bunlardan sifariş verə bilərsiniz. Yəni gözünüzün qabağında burada çəkirlər. Buradakı manqal xanını burada göstərəcəm, hazırlama prosesini burada da göstərəcəm. Burada da müxtəlif cür yeməklərdir, məsəl üçün. Kartoşka ilə toyuqdur. Bu da gözəl masadır. Bu toyuq yeməkdir, narlı. Bu deyəsən tavaq kotletidir, kartoşkalı kotletdir. Bu da qəşəng bir dənə yeməkdir. Mal ətindən. Sonra belə bir yemək var. Belə yemək var. Belə maraqlı belə yemək var. Sonra bu cür aş var. Burada kartoşka var. Kartoşkalı, toyuqlu yeməkdir. Bu ciyərdir. Supdur. Sonra bu dolmadır, səhv eləmirəmsə. Mərcusdur. Aşdır. Bu da fərqli bir yeməkdir, qəşəng yeməkdir amma. Toyuqdur bu. Çeşit çoxdur. Yağlama. Maraqlı bir yeməkdir. Onların pişmə prosesini göstərəcəm. Bir də burada var. Kompotlardır bunlarda. Orada kompotlardır bunlardan da sipariş verə bilərsiniz. Burada şirniyyat çeşidləridir. İstəsəz yəni ki, bunlardan da çay içə bilərsiniz. Burada belə çörəklər kündələnir. Təndir çörəyi pişirilir, təndiri var. Belə ailəvi məkanda yağ rahat otura bilərsiniz. Belə gözəl zal var. Bu cür. Balkonlu yerdə bu cür. Güllər, çiçəklər əkilibdir. Burada şək gözəl yerdir. Burada da yəni ki, gəlib dostlarımızla əyləşə bilərsiniz. Maraqlı yerdir. Birazdan indi sobadan çıxma prosesini də təqdim edəcəm. Dostlar, mütləq videonu bəyənin. İçəridə də dostlar belədir. Şahid. Burada da menü var stolların üzərində. Yəni özünüz kadri saxlayıb baxa bilərsiniz menülərin qiymətlərinə. Menülərin qiymətləridir. İndi
Birazdan sobadan yeməkləri çıxacaqdır. Yanıtın çay için göstərəcəm sobadan çıxan yeməkləri. Görünüş olsun. Onun hakkı yok. Usta bu nədir belə? Bu yemişlik olmasıdır. Yeməklərimiz en az 2 gün ərzində, yəni 40 günə, 45 çeşitdə yeməklərimiz çıxır. Yemişlik olmasıdır, özgəşidir, çiğandadır. Bunlar daim olaraq bizdə var və gündəlik 40-30 çeşitdə yeməklərimiz tez-tez gəlir. Yəni, gördüyünüz yeməklər Tavuş mətbəxindən əsas üstünlük edirik. Azərbaycan mətbəxi, Özbək mətbəxi, Türk mətbəxindən tez-tez yeməklər orada dəyişikliklər edirik. Şorbalarımız var. Nə şorbasıdır? Yox, fasulyedir, fasulye şorbasıdır, mağat iləndir. Parça supumuz olur, yəni doğralardır. Bu yayla şorbası Türk mətbəxindən. Türk mətbəxinin yayla şorbası. Mərzidir. Bu mərci şorbası. Bu aşqaramızdır. Qızartmalı yeməklərdir, kalsiyeli yağlarımızdır. Bu bizə məşhur yeməklərdir. Juliendir, tavakalardır, maması sarıqdır. Bir də ki, Özgə suda 20 dəqiqə az olur. 20 dəqiqə hazır olur. Kayseri yağlaması. Bu kısa videolarda görmüştük dostlar. Yani çok maraklanan ürünlerdir. Kayseri Bizə məşhur yemək. Yeməğimizin qiyməti 8 manat. 8 manat içəri ət göndərir. Əti çox. Manat Ona edir. görə şeylər Buyurun iş olsun. toyuqlu qızartma deyilir görürsünüz. Bunlar içi dolu nədir ətlə də bu. Bəli, göbələk idi. Sarı toyuq üstündə pendirlə, masayla pendirlərdir. Juliendir, qarmalı toyuqdur, qiymə badıncandır, aşqaradır. Bəli, enişli olması sırf qara tikədir. Tikələrdir. Yanında kartof qızartması ilə veririk. Bu bizim əsas məşhur yemək. Logoda da yazılıb ki, imişli. Enişli olması özbək. Daha doğrusu kebab çeşitlərdir. Bunu istəsələr belə manqalda hazır atılır. Manqalda belə gəlib çiğ də aparmaq olur, al aparmaq olur, sonra fast foodda da var. Burada dostlar, sobada pişirir. Yəni sobada. Onu da göstərəcəm sobadan pişmə prosesini. Yumuşaq çörəklərdir. Bunlar təndir çörəyidir. Yumuşaq böyle təndir çörəklərdir. Burada da yəni ki gözünün qabağında belə kündələrini qoyub özünə gəlib həmin sonra da belə pişirilir. Bu neçə olur belə gəlir? Bir ədəd 1 manat. Bir ədədi 1 manat böyle yumuşaq çörək. Buranın ən məşhur kompotu. Reyhan kompotu. Bütün görürsünüz. Özünü şey deyəcək. Bu şəkildə. Da buranın belə reyhan kompotudur, lezzetli bir şey də var. Bu dostlar namaz otağı var. Şimdi ona çəkib göstərəcəm sizə. Yəni, namaz vaxtı gəldi. İbadətinizi rahat edə bilərsiniz. Və oradan deyib soldan düşür. Burada namaz otağıdır. Burada dəstəmazı alırsınız. Burada da ki ibadətlərinizi edirsiniz. Allah qəbul eləsin. Yəni hər şəraiti var. Paltarlarınızı asırsınız, trafika var. Dəstəmaz olunandan sonra
Burada dostlar görürsünüz tencerenin içinde çörəklər pişir. Üzerinde çıxanda da çəkəcəm. Görürsünüz böyle. Ha. Ya aşırsın ha. Evet, çörəklər pişir. Ha. Bizim məşhur qızlı yaşımızda. Gözme yaşın. Saatlardır, ayrandır, doğradır, peynir çeşitlerdir, pomidor, xiyar, turşu çeşitlerdir. Dostlar burada həyəti var bu Slayva restoranında. Ailəvi yerdir yəni ki. Belə cam balkondan yığılıbdır. Gücür. Qarşısında belə güllər, çiçəklər əkilibdir. Yəni əgər dostanışla gəlsə, digər bayaq göstərdiyim yerdə oturursunuz. Bir ailə ilə gələndə də gəlib burada rahat ailəvinizlə otura bilərsiniz. Yəni sakitçilik yerdir. Bu qapısı açılır. Elə acı deyiləm, bir dənə bundan sifariş verdim. Videoda göstərmək üçün. İndi bu məsələ üçün dadına baxacağım. Burada belə maraqlı yerdir. Videolarda soruşurduq ki, bura necə gəlmək olar dostlar. Bu videonu ona görə çəkdim ki, sizə də faydalı olsun ki, bura necə gəlib tapa bilərsiniz, rahat tapa bilərsiniz. Mənə də dəstək olmaq üçün dostlar, bir tərəf videonu bəyənin, şərhlərdə fikrlərinizi bildirin və kanala abunə olun. Şimdi bu dadına baxacağıq. Yemək gəldi. Belə. Baha görək. Dadına nə olan şeydir. Belə bir şeydir. Toy qətidir. Qaymaqdır. Göbələkdir. Zeytun dilimləri var üzərində. Bir də ki, belə öz qabı var çörək. Çörəyin içində pişir. Bir dənə də ayran. Sifariş verdim, gətirsinlər. O, qəşəng. Toyuğun əti qəşəng, sosunu pişir. Məlumat. Dostlar, yəni məsləhətli bir yerdir. Həm dost tanışlarınızla gəlmək üçün. Yəni qısa videolarda görmüşdünüz, hamınızın marağına səbəb olmuşdu. Mən ona görə gəldim, uzun video hazırladım. Yəni məsləhətli yerdir. Dost tanışla gəlmək olan yeri göstərdim, zalı göstərdim. Yeməklərin pişirmə yerini göstərdim, namaz otağını göstərdim. Burası ailəvi yerdir, yəni ailəvi yerdə var. Ailəvi yeri də göstərdim. Yəni bu video yaxşı bəyənilirsə, yaxşı abinə gəlsə, yaxşı izlənmə gəlsə, gəlib növbəti videolarda çəkəcəm. Digər yeməklərin hazırlanma prosesini çəkib göstərəcəm. Yəni maraqlı yerdir. Sizin də dostlar dəstəyiniz lazımdır mənə, yəni ki mütləq videonu bəyənməyiniz, kanala abunə olmağınız, şərhlərdə fikirlərinizi bildirməyiniz yəni mənə motivasiya verir. Və əgər mənim videolarımdan getdiyiniz yerlər varsa, yəni deyin ki, yəni ki bu videonu getmisiniz.
O mənim kanalımın daha da inkişafının dostlar səbəb olacaqdır. Yəni çalışıram ki, Bakıda, Azərbaycanda nə maraqlı yerlər var, çəkim göstərim sizə və kanalı inkişaf eləsin. Və Azərbaycandan kənarlara çıxaq, digər dünya ölkələrində göstərim sizə. Həllik dostlar, yəni növbəti videolarda görüşərik. Yəni kanalıma mütləq dəstək olun. Və şərhlərdə fikirlərinizi gözləyirəm. Bir də bu yeməyin adını kim bilirsə yazın şərhlərdə. Həllik dostlar.